Marneuli sakinləri Elmira və Elyura Yusubova bacıları son bir neçə ildir ki, daşınmaz mülklərinin saxtalaşdırılmasından əziyyət çəkdiklərini bildirirlər. Onların iddialarına görə müxtəlif şəxslərin vasitəsilə Marneuli meriyasında mövcud olan arxiv sənədləri saxtalaşdırılıb və onların hüquqlarında olan daşınmaz əmlak xəbərləri olmadan mənimsənilib. Mənim atamın 1975-ci ildən 74 sot, yəni kitabçamız da, ev kitabçamız da var, 74 sot olubdu və 1985-ci ildə artımlar olubdu atamın. Çünki savxozda çalışırdı, savxoza kartofdu, qardalıdı, yəni elə bir məhsul verirdi plan. Ona görə 10 artım olub və gəlib 1 gektar onun torpağı olubdu. Və təəssüflər olsun ki, bu 1 gektardan bu dəqiqə mənim atamın adına 1 santimetr belə torpaq yoxdur. Çünki atamın sənədlərini saxtalaşıb, A-dan B-yə keçiriblər. Atamın mülkiyyətindən qeydiyyat olduğu ünvan ikisi üst-üstə düşmədiyə görə identifikasiya olmur. Yəni bizə də ki, bir övladı olaraq biz də havada qalırıq, onun yoldaşı havada qalır. Yəni baxın, biz sabah Allah eləməsin, mənim atam özü demensiya xəstəsidir, yəni əqli zəifliyi var və biz neçə ildir mən onun köməkçisiyəm. Onun imzası da məndədir. Və baxın, artıq bəlkə də biz bu hayı-harayı salmasaydıq, bizi indidən küçəyə atarlar. Çünki qalan, hasa ki evdə biz yaşayırıq, onu da götürüblər, mənim əmim gəlini, güya ki mənim bacım Eluradır, onun adına darstını yəni hədiyyə ediblər və bizim demək olsun ki, heç nəyimiz yoxdur. Zərər çəkmiş bacıların sözlərinə görə onlar qonşular tərəfindən daha bir xoşagəlməz hal ilə rastlaşıblar. Belə ki, hazırda onlar qonşunun uşağını döyməkdə ittiham olunaraq barələrində məhkəmə prosesi başladılıb. Baş verənlərlə bağlı yerli polis idarəsinə və 112 ictimai xidmətinə müraciət etdiklərini, lakin əksinə onlara qarşı haqsızlıq və zorakılıq faktları törədildiyini bildirirlər. Səhər hasını ki, zəng eləmişik, polisə bildirmişik ki, uşaq gəlib gənə bizim başımıza oyun açır. Onlar da ekipaj göndərirlər. Ekipaja demişəm ki, uşağın velosipedi dəlil kimi saxlamışıq. Biz bunu nağayraq aparmırlar, çıxırlar, gedirlər. Ondan sonra polisdən bizə geri zəng eləyirlər ki, siz 112-yə zəng eləyibsiniz, gəlin, ifadənizi verin. Mən gəlmişəm yol üstüdəki itmi, hasını ki, bu uşaq zəhərliyibdir, ölür, ölümcül halında. Mən onu Tiflisə aparasıydım. Gəlib deyirəm ki, gəlmişik, taksist də gözləyir, bu itə də mən ağrı kəsici iynə vurmuşam, aparasıyam bunu, yoxsa bu it bütün yolu ağlaqla gedəcəkdir, heç kəs bunu dözə bilmir. Bilirsinizmi, orada Georgi Paylodze adında zamistiteli var, polisin çıxdı, dedi ki, yox, olmaz, siz ifadə zadı yoxdur, sizə biz qoymuram, mən razı deyəm, sən burada ifadə verə bilməzsən. Mənim evimə birdən-birə polis napadeniya eləyir da, mən buna artıq ad qoya bilmirəm. Gəlir, bizə şey göstərmir ki, yəni order göstərmir ki, nədən ötəri gəlibdir. Arxasından gəzirəm ki, siz nə istəyirsiniz, nəyə gəlibsiniz? Biri məni belə itəlir, o birisi elə demirlər. Mən dedim ki, başa düşə bilmirəm, siz mənə onda order göstərin, nəyə görə siz gəlibsiniz bura? Təzdən haçanan deyir ki, siz qarət eləyibsiniz, uşağın velosipedini oğurluqsınız. Dedim, bu salam əleykum. Mən sizə bunu səhər də demişəm, gün ortada demişəm, 112-yə də zəng eləmişəm, demişəm, ekipaj mən çağırtdırmışam. Nəyə görə indi siz mənim öyümə gəlibsiniz, deyirsən, oğurluq eləyibsən. Mən bu velosipedin nəyini oğurlasıydım. Mən bunu bir dəlil kimi götürmüşdüm ki, siz yəni, bu uşaq qaçıb getməsin, nakoniec-də ki, həmişə deyirsiniz, dəlilimiz yoxdur. Bugün atamın torpaqlarının mənimsədikləri üçün başqa şəxslər və həmin o mənimsəməyin nəticəsində 2 bacı Elyura və mən 30 ilin müəlliməsi biz Qarətdə 2 az yaşlı uşaqları döyməkdə suçlanırıq və ittiham oxunanda məhkəmə prosesində prokuror Georgi Mikvabidze hasında ki, bizim bütün ərizələrimiz var, yəqin ki, göstərə bilərəm. Yəni, həmin insan bizim neçə illərdir, 5-6 il ərzində biz o aidiyyəti qurumlar qalmayıb ki, hara ki, müraciət etməkdik bu işlə əlaqəli. Bizim işlər baxılmayıb, bizim torpaqların sənədləri saxtalaşdırdığı hətta bizim əlimizdə sübut dəlil də var. Aidiyyəti qurumlara sizin televiziya vasitəsindən mən müraciət edirəm ki, biz əlimdə olan bu papkada bütün yazdığım Gürcüstanın hüquq mühafizə orqanları, aidiyyəti qurumları, baş nazirdən tutmuş belə parlament
bilirik ki, ən ali qanunverici orqanıdır Gürcüstanın. Hər yerə biz müraciət eləmişik. Təəssüflər olsun ki, bizim müraciətimiz hələ də yenə də cavabsız qalıbdır, baxılmayıbdır və üstəlik də yanvarın 22-si 25-ci il saxta, belə deyək də, qurulmuş işin nəticəsində bacımla mən tutulmuşuq, zamına biz buraxılmışıq bu dəqiqə, amma verilən ittihama görə 7 il mana düşür, 9 ildə bacıma. Qeyd edək ki, hər iki bacının iddiaları əsasında Marnioli meriyası ilə əlaqə saxladıq. Meriyadan bizə bildirildi ki, bu fakt vətəndaşın şəxsi məsələsi olduğu üçün üçüncü şəxslərə məlumat ötürülə bilməz. Bildirildi ki, vətəndaşın belə bir iddiası varsa, məhkəməyə və ya prokuraturaya müraciət edə bilər. Elmira və Elyura bacıları isə müraciət edildiyini, lakin heç bir nəticə ala bilmədiklərini qeyd edirlər.